Salam, hər vaxtınız xeyir olsun. Ümid edirəm yaxşısınız. Çox təəssüflər olsun ki, bu videonu çəkəndən sonra fərq eləmişəm ki, ilk hissədə, narahat olmayın, ancaq ilk hissədədir. İlk hissədə mikrofon açmağı unutmuşam. Buna görə də istəmədim ilk çəkdiyim kadrlar boşa getsin. Dedim sonradan kiçik bir səsləndirmə eləyim, məlumat xarakterli. Burada danışdığım əsas bu videoda olan mövzumuzdur. Bugün mənim çoxdankı istəyim və niyyətim olan bir şey eləyirik. Ramazan ayı münasibəti ilə ehtiyacı olanlara İngiltərədə, xüsusən də küçədə qalan evsizlərə qida yardımı, yemək bişirib paylamaq istəyirəm. Burada isə danışdığım şeylər əsasən bunlardan ibarətdir ki, hazırda marketə gedirəm, marketdə almalı olduğum şeyləri deyəcəm. İlk növbədə plastik bir istifadəli qablar, daha sonra içəcəklər, toyuq əti və s. və ilaxır. Bunlardan bəhs edirəm. Bu hissələri onsuz da sürətləndirəcəm. Narahat olmayın, digər hissələrdə səslər adi şəkildə gəlir. Xoş izləmələr diləyirəm. Abunə olmağı, bəyənməyi və şərh yazmağı unutmayın. Deməli, burada iki cürdü var. Bir var. Bir də bu var. Məncə bu daha uyğundur, çünki o çox qalacaq. 8 dənədir, bundan da 3 dənə bitirəcəm. 24 dənə eləyir. Daha da artıq. Bayaqları səsim düşmüyor, lənət olsun. İşləməyib mikrofonum. Onun bir ehtimal sonradan səsləndirmə qoyacaqlar. Gedirəm indi BM-ə. Buradan ancaq qabları ala bildim. Vaxtlardan sokları ala bilmədim. Yaxşı bir şey yox. Dedim BM-də çox vaxt olur soklar. Dedim görüm o yüzden. Deməli 8 poundda tango tapdım. Bundan 24 dənədir. Tam da mənim istədiyim uyğundur. Burada başqaları da var. Amma aralarında həm tango biraz məşhur firmadır burada, bilinir də, dadı da yaxşıdır. Həm də elə tam 24 dənə olmağı diqqətimi cəlb elədi. Şöyle bu markette de işimiz bitti. Ben de şuraya göstereyim. Burada maraqlı oyuncalar. Neyse. Burada da işimiz bitti. İndi gedirəm bir dənə ət almağa. Ondan sonra qayıdırıq. Belə. Bunları gətirirdim. Ona görə çəkə bilmədim yolda. Yəni lazım olan hər şeyi aldım. İndi gedək bişirək. Deməli gəldik. Nəhayət qusmaya. Təxmini hardasa bir saat yaxın yəni ki, bax gedəcək pişirməyə. İnşallah ki, mən istədiyim vaxta çatdıraram. Çünki akşamları da getməliyim. Buradakı toyuq ətlərini videolatdırdım. Bütün dəfə gördüm. Mən nə qəşəng mədələnmişsiniz. Çox deyə. Canım ay Məşədi. Salam Məşədi, badam burada bişirə bilərsən. Həyat insana çox şey öyrədir. Onlardan biri də poverlikdir. Et çox olub bolosturun aranızda. Damlık var. Kətlar var. Ben de yine de bakladan. Görün. Yani normal doğrayıp seçmeden doğramama ihtiyaç olmayacak. Şimdi yaxşı da. Kız elləri var ki, biraz çox böyüdü. Yəni nəzərə alardım 20 nəfər üçün olacaq. Ona görə heç olmasa ona uyğun bir şey eləyək ki, hamıya en azından ortaq qədər düşsün. Kiməsə artıq, kiməsə az düşməyə yaxşı deyil. Yoksa damısını istəyirsə pişirəcəm, çünki o boyda böyük taban da yoxdur. Elə eyni şey düyü üçün, içəridə də boyda böyük düyüm də yoxdur. Yəni qazan da yoxdur ki, orada düyülə qaynadım. Türklərdemiş kuşbaşı doğrayıb. Biraz böyüdü. Ona görə ortadan bölürəm ki, sağ olsun.
Salam edik. Video çəkirsən. Thank you. Başladı. Happy Ramadan. Thank you. I appreciate that. God bless Enjoy you. your night. Sorry. Thank you. Thank you. Hoş geldin. Gediyor. Cavit. Savaş da bırak gediyor. Qardaş, sənin projendir, sən başa getməlisən. Mən sənə kömək edə bilərəm. Gördüyünüz kimi sahib işləmək istəmir. Bir insanlar tənqid eləyin. Təhqir yox, tənqid eləyin. O insanlar tənqid edir. tənqidi Bibi bəy, haqq mən eləyir. sənə təklif edirəm ki, Mən deyirəm ki, savabdır, get sən bil. bax orada mən vermə sənin projendir. Bildin mi? Mən Sən verimdə başda bəyəm. olmalısan, mən səni qorxmayasan dəstək ola bilərəm. Yanında gələ bilərəm. Mən heç eləməyəcəklər, sən narahat olma. Bir yerə gedə bilərik. Sağ ol. Babama gittik, sinema çıkmış ilemeyeceğim. Hello, Mr. Happy Ramadan. Gördünüz, veşin olmadı. Ha, sağ ol. Yaxşı qalxma. Güldü, sevindi. Çək sözüm var. Adam tapan biri. Məni çək, mən danışıram. Adam tamamını ayağını göstər. Sənin kameraman gibi. orada. Adam ağzıma girmədi, uzağa getmir. Ağzını görsəm. Adam tapa bilmirik. Qalmışıq belə çöllərdə. Evsiz biz olmuşuq. Evsiz axtardıq. Nəsə, gedək. Olsa pis olma, yaxşı olur da olsun. Happy Ramadan. Thank you very much. I have that. I have that. Thank you very much. I have that. Thank you. Okay, no problem. Yeah, thank you. You don't want? I won't take. Tamam, okay. Thank you. Happy Ramadan. Thank you. Thank you very much, guys. Thank you. That's awesome. Ay be, qorxdum ala. Baxdın, yerdə qorxdun. Və evim dedi istəmirəm, çox sağ ol. Sən də dedim ki, istəyirəm. Nəsə, AK səviyyə ingilis dilindən belə olur ancaq. Gel. Hello sir. Happy Ramadan. Oh, thank you. It's spoon. Thank you. Welcome. Thank you very much. Thank you. Ha, heç nə. Sağ videomu dayandırdı. Dediyim kimi tapa bilmədik. Çox təəssüflər olsun. Yetərincə tapa bilmədik də daha doğrusu. Necə? Ha, yenə də videomu dayandırdı. Biləcəm. Şükür olsun Allah'a. Yabancı eləmirik burada. Hello sir. Happy Ramadan. Şükür Allah, şükür. Güya açıqlama videosu çəkirdim. Elə qismət oldu, video çəkəcəkə də verdik, 2 dənəsini də verdik, tapdıq birindən. Nə qədər qalıbsa, onsuz da bizim aramızda da uşaqlardan oruc olanlar var təbii ki. Həm o ara, həm də yataqxanada bizimlə eyni mərtəbədə qalan xarici vətəndaşlarımıza özü də xarici qonaqlarımıza təqdim eləyəcəm. Yəni belə. Təşəkkür edirəm, minnətdaram. İzlədiyiniz üçün çox sağ olun. O ara yemək verdiyim hissə yəqin ki çəkərəm. Onu da burada qoyarım, videonun axırına qoyaram.
ya da ki bunu ilə axıra qoyacağam. İkisindən biri olacaq da hər halda. Özünüzə yaxşı baxın. Gələn videolarda görüşənədək sağlıqla qalın. Nədə? Sevindi alıp gülür. Xoşbəxt son. Nuş olsun. Elə Allahdan 5 dənə qaldı, 5-imizə də çatdı. Bir də əl elə, Rəşad əl elə.